Polisin içki ilə bağlı tibbi müayinə tələbindən imtina etməyin məsuliyyəti varmı? Varsa əgər, indi cavabı diqqətinizə çatdıracağım ki, elə bərabər məlumatlı olaq. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 343-cü maddəsinə əsasən nəqliyyat vasitəsi alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edildikdə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə 400 manat cərimə nəzərdə tutulur və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətdə məhdudlaşdırılır. Habelə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə 500 manat cərimə nəzərdə tutulur və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbs tətbiq oluna bilər.